Salam, bugün sizə ali sporlu bitkilər haqqında məlumat verəcəm. Mamırlar şöbəsi və qıcıkimlər şöbəsi. Mamırlar ali sporlu bitkilərdir və mamırların 35 minə yaxın növ daxildir. Ən az növ daxil olan bitkilər qrupundan biri də mamırlar, bir də ki, keçəcək növbəti dərslərdə çılpaq toxumlu bitkilərdir. 750-yə qədər növü məlumdur. Mamırlar əsasən bataqlıqda, kölgəli yerlərdə, rütubətli yerlərdə, hətta daşlar, bəzən daşların üzərində də, bəzən ağac qabıqlarının üzərində də bitən çoxillik avtotrof orqanizmlərdir. Mamırlar çoxillik ot bitkiləridir və fotosintez həyata keçirirlər avtotrof orqanizmlərdə. Mamırların növləri sfaqnum mamırı və yaşıl quş mamırı haqqında məlumat verəcəm. Əgər biz tanımalıyıq, bu sfaqnum mamırıdır, digəri isə yaşıl quş mamırıdır. Əgər üzərində bir neçə qutucuq sayı varsa sfaqnum mamırıdır, yalnız bir qutucuqdan ibarətdirsə yaşıl quş mamırıdır. Özü bu dişi yaşıl quş mamırıdır. Üzərində ayaqcıq və qutucuq olan mamır, dişi yaşıl quş mamırıdır. Mamırların hündürlükləri, yəni uzunluqları 20-30 sm-dən çox olmur. İlk dəfə olaraq mamırlar Ordovik dövründə əmələ gəlmişdir və Ordovik dövründə onlarda ilk dəfə örtük toxuması, ötürücü toxuma, mexaniki toxumaya rast gəlindi və ilk dəfə olaraq bunlarda vegetativ orqanları olan gövdə və yarpaq əmələ gəldi. Mamırlarda heç bir kök növünə rast gəlinmir. Yəni mamırlarda kök sistemi yoxdur. Lakin mamırlarda yosunlarda olduğu kimi rizoidlərə rast gəlinir və yaşıl quş mamırının yetkin fərdində rizoidləri var, sfaqnum mamırında isə rizoidlər yoxdur. Lakin sfaqnum mamırının fərdi inkişafı dövründə protonemasında rizoidlərə rast gəlinir. Biz dedik ki, mamırların nümayəndələri olan yaşıl quş mamırı haqqında məlumat verəcəm. Yaşıl quş mamırı çoxillik ot bitkisidir. Nəm torpaqlı yerlərdə yaşayır və gövdəsi dik qalxan, budaqlanmayan bitkidir. Üzərində əsasən ucuz şiş olan yarpaqları vardır və torpağa rizoidləri vasitəsilə bərkiyir və rizoidlər torpaqda su və suda həll olmuş mineral maddələri soraraq digər gövdə və yarpaqlara ötürür. Mamırlar ümumiyyətlə bataqlıq yerlərdə yaşayaraq daha çox o həmən yaşadığı yeri də daha çox bataqlığa çevirən bitki qruplarından biridir. Səbəb odur ki, çünki öz çəkilərindən artıq su hopdura bilirlər. Məsəl üçün yaşıl quş mamırı öz çəkisindən artıq 4 dəfə artıq su hopdurur. Bunu necə hesablayarıq? X quru çəkisidir, 4x udduğu su idi və 5x isə udduğu su ilə quru çəkisinin miqdarıdır ümumilikdə. Yaşıl quş mamırı üçün bu düsturdan istifadə edirik. Sfaqnum mamırı isə süngər adlanır, meşələrdə yaşayır, o da bataqlıq yerlərdə yaşayır. Lakin sfaqnum mamırı yaşıl quş mamırından fərqli olaraq budaqlanmış gövdəsi vardır və gövdəsi onlarda da yenə yetkin bitkinin rizoidi yoxdur, lakin gövdə və yarpaqlarında bunlarda xloroplastlara rast gəlinir. Və yadımızda saxlayaq ki, ali bitkilərdə fotosintez edən orqanoid xloroplastlardır. Xloroplastlarda fotosintez həyata keçirilir. Və bundan başqa sfaqnum mamırının gövdə və yarpaq hüceyrələrində iki cür hüceyrələrə rast gəlinir. Canlı və ölü hüceyrələrə. Canlı hüceyrələrdə xlorofil pigmentinə rast gəlinir və fotosintez həyata keçirirlər. Ölü hüceyrələrdə isə rəngsiz olub, şəffaf olub, yalnız suyu hopdurmaq qabiliyyətinə malikdir. Və ölü hüceyrələr hesabına da sfaqnum mamırı öz çəkisindən 20-25 dəfə artıq suyu hopdurur. Nə qədər? 20-25 dəfə. Ona görə də yaşıl quş mamırına nisbətən sfaqnum mamırı yaşadığı yerdə daha çox bataqlığa çevirən bitki qruplarından biridir. Həmən o bataqlığa çevrilən hissədə isə deyə bilərik ki,
Davam edirik və ölü hüceyrələr hesabına suyu hopdurur və yaşadığı yeri daha çox bataqlığa çevirən bitki qrupudur. Və sfaqnum mamırının bataqlığa çevrildiyi yerdə oksigenin az olduğuna görə, anaerob mühit olduğuna görə orada çürümə bakteriyaları zəif inkişaf edir və orada getdikcə bitki qalıqları olsun, heyvan qalıqları olsun çürümür və ya torfa çevrilir. Torfdan bilirik ki, həm gübrə kimi, həm də yanacaq kimi istifadə olunur. Burada da sfaqnum mamırının xloroplastlarına malik hüceyrələri göstərilib. İçərisi boş su toplayıcı hüceyrələr və məsamələri göstərilibdir. Və bu sfaqnum mamırıdır. Yetkin fərdinin rizoidləri yoxdur. Sfaqnum mamırı gövdəsinin hər il 2-3 sm böyüyür və nə qədər böyüyürsə, məsəl üçün 2 sm böyüyürsə, bir o qədər də gövdəsinin aşağı hissəsindən tədricən məhv olur. Tələf olmuş hissədə isə yenə deyirik oksigen az olur və torfa çevrilir. Yaşıl quş mamırının çoxalması misalında mamırların çoxalmasına baxacaq. Bu şəklə diqqətli olaq. Dedik ki, yaşıl quş mamırı iki evli bitkidir. Yəni iki evli bitki o deməkdir ki, dişi bitkisi və erkək bitkidən ibarətdir və hər ikisi bir-birinə yaxın vəziyyətdə yerləşir. Yəni yaxın vəziyyətdə bitir. İki evli iki evli bitkidir. Bəzən də bunlar bəli çoxillik bitki kimi götürülür. Və yaşıl quş mamırında cinsi nəsil, yəni gametofit nəsil qeyri-cinsi nəsil üzərində növbələşir. Yəni gametofit nəsil qeyri-cinsi nəsil üzərində növbələşir və daha doğrusu əlavə də deyək ki, mamırlarda cinsi nəsil daha uzun ömürlü nəsildir. Çünki cinsi nəsil yetkin bitki hesab olunur və yetkin bitkilərdə cinsi nəsil o nəsil hesab olunur ki, orada qamət əmələ gəlir, mayalanma baş verir, zigot yaranır. Bu cinsi nəsil hesab olunur. Qeyri-cinsi nəsil isə orada qametlər yaranmır, yalnız spor əmələ gəlir. Yəni qeyri-cinsi nəsildən zigot yaranır, zigotdan isə mamırlarda ayaqcıq və qutucuq yaranmış olur. Necə baş verir çoxalması? Bu şəkildə başlayaq. Dedik ki, yetkin dişi bitki üzərində dişi cinsi orqanı olan arxegoni, erkək bitki üzərində erkək cinsi orqanı olan anteridi yerləşir. Həmin bu orqanların içərisində mitoz yolla qametlər əmələ gəlir. Arxegonidə yumurta hüceyrə, anterididə isə spermatozoidlər əmələ gəlir. Həmin arxegoni anteridinin üzərinə düşərək daha doğrusu spermatozoid su vasitəsilə mayalanması sudan asılıdır. Mütləq şəkildə su lazımdır. Həmin spermatozoidlərə qamçılı hüceyrələr olub. Qamçılı hüceyrələr yumurta hüceyrənin üzərinə düşərək mayalanma baş verir. Dişi bitki üzərində. Mayalanma dişi bitki üzərində gedir. Həmin dişi bitki üzərində mayalanmadan nəticəsində nə yaranır? Zigot yaranır. Və zigotdan isə ayaqcıq, ayaqcığın üzərində isə qutucuq əmələ gəlir. Bu dişi bitkidir. Bura qədər olan dişi bitkinin cinsi nəsli, digər hissə isə qeyri-cinsi nəsil hesab olunur. Yəni qeyri-cinsi nəsildə başqa cür saprofit nəsil hesab olunur. Həmin bu zigotdan ayaqcıq, ayaqcığın üzərində qutucuq olan hissədə xlorofil pigmenti yoxdur və fotosintez həyata keçirmir. Və bu qutucuğun içərisində isə meyoz yolla çoxlu şəkildə sporlar əmələ gəlir. Sporlar torpağa düşdükdə yeni cücərtiyə, ilk cücərtisi olan mamırların protonemaya başlanğıc verir. Diqqətli olaq, protonema quruluşuna görə sapşəkilli yaşıl yosunlara oxşayır. Bu oxşarlıq onu göstərir ki, yosunlarla qohumluğunu göstərir. Yəni mamırların yosunlarla qohumluğunu göstərir. Biz bilirdik ki, yosunlar iki şaxəyə başlanğıc verdi. Bir şaxə mamırlar, digər şaxə qıcıkimlərdir. Və yosunlarla qıcıkimlər arasındakı canlı isə psilofitlər adlanırdı. Psilofitlər ilk quruya çıxan bitkilər hesab olunur və psilofitlər ibtidai bitkilərlə ali sporlu bitkilər arasında keçid forma təşkil edir. Lakin mamırlar çorşaxə hesab olunur. Mamırlar heç bir bitkiyə başlanğıc verməmişdi. Lakin qıcıkimlər isə toxumlu qıcılara, toxumlu qıcılar isə çılpaq toxumlu bitkilərə başlanğıc
vermişdi. Və dedik ki, ilk sporlardan əmələ gələn ilk cücərtisi nazik yaşıl sap protonema adlanır. Həmin nazik yaşıl sapın üzərində isə çoxlu tumurcuqlara rast gəlinir. Həmin tumurcuqlardan isə hər bir tumurcuqdan isə yetkin bitkiyə çevrilir. Yəni tumurcuqlarından həm diqqətli olun, dişi bitki həm də erkək bitki inkişaf edə bilər. Və bir neçə bitki tumurcuq üzərində inkişaf edə bilər. Fikir verirsinizmi tumurcuqlara? Bax, bu verilən protonema üzərində 4 ədəd tumurcuğa rast gəlinir. Diqqətlə şəklə baxsaq, 4 ədəd tumurcuğa rast gəlinir. Yəni bir neçə bitki inkişaf edə bilər tumurcuqda. İndi bizə əsas lazım olan testlərdə hansı yaşıl quş mamırında, hansı haploid xromosom dəstinə, hansı diploid xromosom dəstinə malikdir. Öncə deyək ki, qametlər mitoz yolla yaranır. Bütün ailə sporlu bitkilərdə, qıcıkimlər də daxil olmaqla, spor isə meyoz yolla yaranır. Və yadımızda saxlayaq, yaşıl quş mamırının yetkin fərdi haploid xromosom dəstinə malikdir. Yəni yetkin bitki haploiddir. Yetkin bitkidə gövdə, yarpaq hər biri haploiddir. Daha sonra protonema haploidə malikdir. Spor haploid, tumurcuq haploid dəstə malikdir. Yetkin bitkidə ayrı nə var idi? Rizoid. Rizoid də haploid xromosom dəstinə malikdir. Yenə şifahi şəkildə deyək, yetkin bitki, gövdəsi, yarpağı, daha sonra rizoidi, protoneması, sporu, tumurcuqlar haploid xromosom dəstinə malikdir. Diploid xromosom dəstini isə yalnız ziqotdan inkişaf edən ayaqçıq və ayaqçıq üzərində qutucuqdur. Və xlorofil pigmentinə rast gəlinməyən hissə isə məhz ayaqçıq, qutucuq, bir də əlavə olaraq yetkin bitkidə olan rizoidi misal göstərə bilərik. Belə də diqqətli olaq ki, bəzən bizə sual verir ki, hansı bitkilərdə həm üzərində spor daşıyır, həm ziqota rast gəlinir, həm cinsi nəsli, həm qeyri-cinsi nəsli olan bitki şöbəsi mamır kimilərdir. Mamırların dişi bitki üzərində, yenə təkrar deyirəm, həm gametofit nəsil, həm də saprofit nəsildir. Saprofit nəsil qısa ömürlü olubdur, sonra məhv olur sporlar yarandıqdan sonra, lakin gametofit nəsil uzun ömürlüdür. Bu isə aşağı isə gametofit nəsil hesab olunur, bu isə saprofit nəsil hesab olunur. Sfaqnum mamırının da çoxalması, bəli, yaşıl quş mamırında olduğu kimidir. Lakin sfaqnum mamırının dedik ki, onun yetkin bitkidə rizoidlər yoxdur. Protonemasında isə rizoidlərə rast gəlinir. Və protonemada özü xlorofil pigmenti var, xloroplastları var, fotosintez həyata keçirir və müstəqil yaşayır. Mamırların dedik ki, məsəl üçün hansı iki evli oldu? Yaşıl quş mamırı iki evli bitkidir. Lakin sfaqnum mamırı isə bir evli və iki evli bitkidir. Sfaqnum mamırını da başqa cür torf mamırı adlandıra bilərik. Mamırların təbiətdə əsasən mamırlardan torfun alınmasında, plasmas materialların hazırlanmasında mamırlardan istifadə edilir. Növbəti bölməmiz qıcıkimlər şöbəsidir və qıcıkimlər dedik ki, ən qədim qrupu olan qıcıkimlər şöbəsinin planlardır. Və qıcıkimlər ilk dəfə yaranmışdı Ordovik Silur dövründə, Silur dövründə planların ot şəkilli və ağac şəkilli nümayəndələri yaranmışdı. Lakin qatır quyruqlar, qıcıkimlər, toxumlu qıcılar, çılpaq toxumlar Paleozoy erasının Devon dövründə yaranmışdı. Qıcıkimlərin 11.500-dən çox növü məlumdur. Bütün qıcıkimlər avtotrofdular. İlk dəfə onlara qıcıkimlərdə vegetativ orqan olan kök yarandı. İlk dəfə qıcıkimlərdə əlavə kökün üzərindən çıxan isə yan kök yarandı. Deməli, kökün yaranma ardıcıllığını bizdən soruşulsa, ilk dəfə əlavə kök, daha sonra yan kök, ən sonda isə əsas kök əmələ gəlmişdi.
Lakin qıcıkimlərdə yalnız iki kök növünə rast gəlinir, əlavə və yan kök. Və qıcıkimlər dedik ki, tropik meşələrdə də yaşayan nümayəndələri vardır və onun əsasən ot şəkilli, lakin tropik ölkələrdə bitən nümayəndələrində isə ağac şəkilli nümayəndələrinə rast gəlmiş olarıq. Və burada da qeyd olunub ki, məsəl üçün Asiya, Avstraliya, Mərkəzi və Cənubi Amerika kimi zonalarında da ağac şəkilli nümayəndələrinə rast gəlilir. Amma bizim ölkəmizdə əsasən ot şəkilli nümayəndələri vardır. Qıcıkimlər Azərbaycanda da ən geniş yayılmış nümayəndələrindən biri də erkək qıcıdır. Erkək qıcı çoxillik bitkidir. Niyə çoxillik bitkidir? Çünki erkək qıcı, diqqətlə bu şəkilə baxsaq, erkək qıcının bu şəklinə baxsaq, erkək qıcının kökümsovu vardır və kökümsovu olan bitkilər çoxillik bitkilər olur. Səbəb odur ki, həmən kökümsovda ehtiyat qida maddələri toplayır, qışı kökümsov vəziyyətdə keçirir, yazda isə kökümsovda yeni bitkiyə başlanğıc vermiş olur. Yəni yerüstü zoğları yenidən inkişaf edir. Erkək qıcının dedik ki, yerüstü hissəsi yarpaqlar təşkil edir. Yəni yarpaqları ikiqat lələkvari yarpaqları vardır. İkiqat lələkvari yarpaqları mürəkkəb yarpaqları olubdur və uc hissəsi ilə böyüyür. Qıcıkimlərin yarpağı həm çoxalmada, həm də fotosintezdə iştirak edir. Erkək qıcının yarpaq orqanı, vegetativ orqanları həm çoxalmada, həm də fotosintez prosesini həyata keçirir. Yəni bunlarda da xloroplast var. Xloroplastlar vasitəsilə fotosintezi həyata keçirir. Yarpaqlarının alt hissəsində isə qara rəngdə olan sporangilər yerləşir ki, sporangidə isə sporlar vasitəsilə spor əmələ gəlir. Və qıcıkimlər maraqlıdır ki, böyümələri uc hissədən böyüyür. Əgər biz onun yarpağının ucunu sındırsaq, yarpağın ucuna böyüməsi dayanır. Bundan əlavə olaraq qıcıkimlərin yerüstü gövdəsi yoxdur. Qıcıkimlər onların kiçik gövdəsi, qısa gövdələri olur. Həmən bu qısa gövdələri kökümsova çevrilmiş və kökümsovdan isə əlavə və yan köklər inkişaf edir və torpağın altında olur. Yəni qıcıkimlərin yerüstü gövdəsinə rast gəlinmir. Kökümsovu var. Kökümsov bilirik ki, zoğun şəkil dəyişməsidir, gövdənin şəkil dəyişməsidir və o torpaq altında yerləşir. Həmən bu kökümsov vəziyyətində də yenə təkrar deyirəm, qışı keçirir. Qışda isə kökümsovdan yeni yarpaqlar inkişaf edir. Daha sonra erkək qıcının kökümsovundan dərman kimi istifadə olunur. Ümumiyyətlə yadımızda qalsın ki, erkək qıcı dərman bitkisidir və kökümsovundan alınan dərmanlardan, məsəl üçün lent şəkilli qurdların müalicəsində, öküz soliterinin müalicəsində istifadə olunur. Bir sözlə, bağırsaqlarda parazitlik edən qurdların müalicəsində erkək qıcıdan istifadə olunur. Erkək qıcının çoxalması necədir? Gəlin baxaq. Erkək qıcılarda isə, ümumiyyətlə qıcıkimlərdə isə mamırlardan fərqli olaraq qeyri-cinsi nəsil, cinsi nəsil üzərində üstünlük təşkil edir. Erkək qıcı qeyri-cinsi nəsli yetkin bitkidir. Qeyri-cinsi nəsil olan yetkin bitkidə nə varsa diploid xromosom dəstinə malikdir. Yəni yarpağı, gövdəsi, daha sonra kökümsovları, sporangisi, sporanginin divarları diploid xromosom dəstinə malikdir. Və bilirik ki, mamırların da olduğu kimi rizoid, yaşıl quş mamırının yetkin fərdində rizoid vardı, lakin erkək qıcının yetkin fərdində rizoid yoxdur. Buna baxmayaraq fərdi inkişafında ontogenezi dövründə protalında, yəni tallomunda rizoidə rast gəlinir. Yəni fərdi inkişafında erkək qıcının fərdi inkişafı dövründə rizoidə rast gəlinir soruşulsa, deyirik bəli, protalda rizoidə rast gəlinir. Necə baş verir çoxalması? Yarpağın altında olan sporangidə meyoz yolla sporlar əmələ gəlir. Həmən sporlar mütləq şəkildə torpağa düşərək, həmən sporlardan ilk cücərti olan protal əmələ gəlir. Və bunların da ilk cücərtisi protalı lövhə şəkilli olub. Bu da onu göstərir ki, qıcıkimlər öz başlanğıcını lövhə şəkilli yosunlardan başlanğıc götürmüşdür. Həmin bu protalın alt hissəsində isə rizoidləri vardır. Rizoidlər vasitəsilə torpağa bərkiyir.
Və baxırıq şəkilə ki, protal özü də yaşıl rəngdə olub, yəni müstəqil şəkildə qidalanaraq fotosintezi həyata keçirir. Artıq sporun cücərməsindən yaranan nəsil isə qamitofit nəsli hesab olunur. Yəni protal qamitofit nəsildir. Protal erkək qıcının ilk cücərtisi və tallomu adlanır. Protalın üzərində isə cinsiyyət orqanları olan, deyirik ki, cinsi orqanlar olan arxegoni və anteridi yaranır. Arxegonidə yumurta hüceyrə, anterididə isə spermatozoid əmələ gəlir. Həmən bunların mayalanma baş verir. Mayalanması yenə mütləq şəkildə sudan asılıdır. Mayalanma baş verir və protalın alt hissəsində zigot yaranır. Zigotdan isə ruşeimli protal əmələ gəlir. Bu, həmən o ruşeimli protal o deməkdir ki, biz bilirik ki, ruşeimin ilk mərhələsində inkişaf üçün ehtiyat qida maddəsi lazımdır. Məhz o ruşeim ehtiyat qida maddəsini protaldan alır. Daha sonra protal məhv olur və getdikcə ruşeim çevrilir yetkin bitkiyə. Deməli, qeyri-cinsi nəsli oldu zigot, zigotdan əmələ gələn yetkin bitki və yetkin bitkinin yarpaqların alt hissəsində yerləşən sporanci qeyri-cinsi nəsildir. Cinsi nəsil isə spor yarandığı andan başlayaraq spordan əmələ gəlmiş ilk cücərti, protal və qametlər bunlar cinsi nəsil hesab olunur. Əlavə indi bizə lazımdır ki, erkək qıcıda hansı hissələr diploid xromosom dəstinə malikdir, hansı hissələr isə haploid xromosom dəstinə malikdir. Öncə diploidi deyək ki, zigot, daha sonra kökümsovu, gövdəsi, yarpağı, sporangisi diploiddir. Haploid isə yenə dediyimiz kimi qametlərdir, protaldır, haploid xromosom dəstinə malikdir. Yəni dişi cinsi orqan, erkək cinsi orqan da haploid xromosom dəstinə malik olmuşdur. Davam edirik qıcı həkimlərin digər şöbəsi olan isə biz bilirik ki, qatır quyruqlar şöbəsidir. Qatır quyruqlar Avstraliyadan başqa bütün yerlərdə yayılmışdır. Azərbaycanda isə qatır quyruğunun 5 növü məlumdur. Qatır quyruğu özü Devon dövründə yayılmışdır. Qatır quyruğunun erkək qıcıdan fərqli olaraq çoxalması sporlar sümbülcükdə yerləşir. Harada yerləşir? Sümbülcükdə yerləşir. Yəni sporların yerləşməsinə görə qıcı həkimlərin şöbələri olan qatır quyruqlar, planlar bir-birində fərqlənir. Çöl qatır quyruğunun dik qalxan şəklə diqqət yetirsək, çöl qatır quyruğunun iki zoğu vardır və şəkilləri tanımalıyıq. Qonur yaz zoğu və yaşıl yay zoğu. Və bu çox illik bitkidir, ot şəkilli bitkidir. İki zoğu var, yay və yaz zoğları. Yaşıl olan yay zoğu hesab olunur, qonur rəngdə olan isə yaz zoğu hesab olunur. Ümumiyyətcə, çöl qatır quyruğunun kökümsovundan iki cür zoğ inkişaf edir. Kökümsovundan iki cür zoğ inkişaf edir. Həmən bu zoğlar yaşıl və yay zoğlarıdır. Fotosintez həyata keçirirlər, xloroplastları vardır. Bədənləri buğumlu, yəni gövdəsi bunların budaqlanan gövdəyə malikdir və pulsuq şəkilli yarpaqlara da rast gəlinir. Qonur zoğun baş hissəsində isə sümbülcük yerləşir. Sümbülcükdə isə meyoz yolla sporlar əmələ gəlir. İndi əsas funksiyalarını bilməliyik ki, yaşıl yay zoğu hansı funksiyanı yerinə yetirir? Yaşıl yay zoğu yayda əmələ gəlir, kökümsovdan yayda əmələ gəlir. Həmən kökümsovdan əmələ gəlmiş yaşıl yay zoğunda xloroplastlar hesabına fotosintezi həyata keçirir və kökümsovunda ehtiyat qida maddəsi toplayır. Ehtiyat qida maddəsi topladıqdan sonra artıq payıza doğru yaşıl yay zoğu quruyur və kökümsovdan əmələ gəlir, kökümsov vəziyyətində daha doğrusu payızda qurumağa başlayır. Artıq qışı kökümsov vəziyyətdə keçirir, torpağın altında keçirir. Yazda isə kökümsovdan qonur yaz zoğu əmələ gəlir. Qonur yaz zoğunun isə baş hissəsində sümbülcüklər yaranır, sümbülcüklərdən isə sporlar əmələ gəlir. Biz bilirik ki, sporların yayılması küləklə, mayalanması isə su mühiti ilə gedir.
və çoxalması da necə ki erkək qıcıda olduğu kimi spordan əmələ gəlir ilk cücərdə protal, lakin erkək qıcının protalından fərqli olaraq qatır quyruğunun protalı bir cinslidir. Yəni protalının bir protalının üzərində arxeqoyni cinsi orqan, digərində isə anteridi dişi cinsi orqanı əmələ gəlir və mayalanma baş verir. Dişi cinsi orqan olan protalda mayalanma baş verdikdən sonra zigot, ziqotdan isə rüşeimli protal, rüşeimdən isə yetkin bitki əmələ gəlir. Çöl qatır quyruğunu da dərman bitkisidir. Çöl qatır quyruğuna böyrək xəstəliklərinin müalicəsində bir də qankəsici dərman kimi istifadə olunur. Əlavə olaraq deyək ki, yaşıl yay zoğunun üzərində olan yarpaqlarda topalı düzlüşə malikdir. Topalı düzlüşün bir buğumunda 6 yarpağa rast gəlinir. Hansı diqqətli olaq, hansı heterotrof yolla qidalanır soruşula bilər. Qonur yaz zoğları heterotrof yolla, yaşıl yay zoğu isə dedik ki, avtotrof yolla qidalanır və bundan əlavə olaraq qatır quyruqlardan olsun, qıcıkimlərdən saniyədə kokos alınmasında, anilin boyasının alınmasında, ətriyyatların hazırlanmasında istifadə olunur. Bundan əlavə olaraq qıcıkimlərdən ən qiymətli olan daş kömür yanacağı da əmələ gəlir. Və daş kömür meşələri yaranmışdır. Biz bilirik ki, əmələ gəlmişdir daş kömür dövründə, lakin daş kömür meşələri məhv olmuşdur Paleozoy erasının Perm dövründə. Digər bitkimiz isə plaonlardır ki, plaonlar əsasən iynə yarpaqlı meşələrdə və köhnə kitablarda qarışıq meşələrdə də göstərilirdi ki, plaonlar geniş yayılmışdır. Çoxillik və həmişə yaşıl bitkilərdir. Diqqətli olaq, plaonlar əsasən çoxillik və yaşıl bitkilərdir. Onun da uzun və sürünən gövdəsi var. Bundan əlavə dik qalxan və haçavari budaqları əmələ gətirir. Dik qalxan və haçavari budaqları vardır. İki cür gövdəyə rast gəlinir. Deməli, həm sürünən, həm də dik qalxan gövdəyə rast gəlinir. Həmin o dik qalxan, haçalanmış gövdələrin uc hissəsində isə sümbülcüklər yerləşir və o sümbülcüklərdə də meyoz yolla sporlar əmələ gəlir. Sporlar da küləklə ətrafa yayılır və yeni bitkiyə başlanğıc verir. Yəni protala, protaldan isə zigot yaranır, zigotdan isə yeni bitkiyə başlanğıc verir. Sonda isə bitkilərin bu şöbələri haqqında istəyərdim ki, bir tarixi inkişafına deyək, xronoloji cədvəl necə baş vermişdi. Deməli, ibtidai bitkilərdən olan yosunlar əmələ gəldi. Proterozoy erasında bir hüceyrəli nümayəndələri. Çox hüceyrəli nümayəndələri, yəni qırmızı, qonur, yaşıl nümayəndələr əmələ gəldi Paleozoy erasının Kembri dövründə. Daha sonra mamırlar. Mamırlar əmələ gəldi Ordovik dövründə. İlk dəfə mamırlarda vegetativ orqan olan gövdə və yarpaq yarandı. Daha sonra Silur dövründə planlar əmələ gəldi. Planlar isə ilk dəfə kök planlarda, yəni Silur dövründə yarandı. Daha sonra isə qıcıkimlər, qatır quyruqlar isə yarandı Devon dövründə. Devon dövründə bundan əlavə olaraq toxumlu bitkilər şöbəsi olan çılpaq toxumlu bitkilər yarandı və daş kömür meşələri əmələ gəldi. İynə yarpaqlı meşələr yarandı daş kömür dövründə, Paleozoy erasının. Daha sonra davam eləyək, daş kömür meşələri yox oldu Perm dövründə. Ümumiyyətlə toxumlu qıcıların da nəsli kəsildi Mezozoy erasının Tiras dövründə. Toxumlu qıcıların, yenə təkrar deyirəm, nəsli kəsildi Tiras dövründə. Çılpaq toxumlar və qıcıkimlər isə geniş yayıldı Yura dövründə. Bu qədər ali sporlu bitkilər haqqında. Uğurlar.